Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bölgə TV xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda Aeroport şosesi Köroğlu metro stansiyası istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəzi istiqamətində, Heydər Əliyev prospekti köməkçi yol mərkəzi istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyası istiqamətində, 1-ci göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Yusif Səfərov küçəsi mərkəzi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər, Afiyyəttin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində, 8 noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəzi istiqamətində, Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Alın Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəzi istiqamətində, 28 may küçəsi Puşkin küçəsi ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Mikayıl Müşfiq küçəsi Badamdar dairəsindən 20 nömrəli məktəb lisey istiqamətində sıxlıq müşahidə olunur. Rəna Rövşən qızı, Bölgə TV.